Zilhiccə ayı ilə bağlı faydalar və həmçinin ibadətlər haqqında götürəcəyik. Allah Teala yaratdıqlarını birini digərindən üstün etmiş, dərəcə baxımından qaldırmışdır. Bəzi günləri və ayları digərindən üstün etmiş və Zilhiccə ayının 10 gününü isə dünyanın ən üstün günləri etmişdir. Və onların içərisində ən əfsəli olan Nəhr Qurban günüdür. Və həftənin günləri içərisində cümə günüdür. Və gecələr içərisində isə Ramazanın son 10 gecəsi və 10 gecənin içərisində də ən üstünü isə Qədir gecəsidir. Həmçinin faydalardan, yəni Allah Teala'nın ilin müəyyən günlərində bəxşişləri vardır və əstirdiyi küləklər, rəhmət küləkləri vardır. Allah Teala bununla tövhid əhli olan bəndələrinə bunu bəxş edir. Və Zilhiccə ayının ilk 10 günü də itaət mövsümlərindən əzəmətli bir mövsümdür. Və möminlər bunu gözləyirlər, şövqlə gözləyir, dərəcələrin qaldırılması üçün və həmçinin yol verilən xələli aradan qaldırmaq üçün, naqisliyi aradan qaldırmaq üçün və ötənləri də əvəz etmək üçün. Və buna görə də bu günlərdə daha çox çalışmalı və Allahın rəhmətini axtarmalı. Zilhiccə ayının ilk 10 günü mütləq şəkildə dünyanın ən əfsəl günləri sayılır. Və hədisdə də gəlir ki, "Mə min əyyəmin əl-aməlu salihu fihinə ahabbu ilallahi min hadihil əyyəmil əşr." Allaha ən sevimli əməllərin edildiyi günlər Zilhiccə ayının ilk 10 günüdür. Və deyirlər ki, ya Rasulallah, vələl cihadu fi səbilillah. Bəs Allah yolunda cihad necə? Yəni o da çatmırmı? Və qalə vələl cihadu fi səbilillah illə rəculun xaraca bi nəfsi və mali və ləm yarci min zəlikə bi şey. Hətta Allah yolunda cihad da bu 10 gündə edilən əməllərin mükafatına, dərəcəsinə, savabına çatmır. Yalnız o kişi istisnadır ki, canı ilə, amalı ilə çıxar, qayıtmaz. Və digər rəvayətdə isə məl-aməlu fi əyyəmil afdal arca və əzkə. Müxtəlif rəvayətlər vardır. Günlər içərisində ən əfsəl, ən təmiz və ən ümid olunan əməllərin işləndiyi günlər Zilhiccə ayının ilk 10 günüdür. Və həmçinin faydalardan bu 10 gündə fərz əməllərin işlənməsi, fərz əməllərə diqqət yetirmək digərlərindən daha əfsəldir və onun savabı daha artıqdır. Və həmçinin bu günlərdə edilən nafilələr digər günlərdə edilən nafilələrdən daha əfsəldir. Yəni bu 10 gündə namaz ilin digər namazlarından daha əfsəl olur və həmçinin bu günlərdə tutulan oruc, Quran oxumaq, zikir, dua, Allaha yalvarmaq, valideynlərə yaxşılıq və qohumluq əlaqələrini birləşdirmək, insanların ehtiyaclarını ödəmək, xəstələri ziyarət etmək, cənazəni müşayiət etmək və qonşulara yaxşılıq etmək, yemək yedirmək və həmçinin faydası keçici olan
əməllər də bura aiddir. Bu 10 günün fəziləti və həmçinin burada olunan əməllər həm gündüzü və həmçinin gecəni də əhatə edir. Lakin Ramazanın gecələri, yəni Zilhiccənin gecələrindən daha əfsəldir. Çünki Ramazanın son 10 gecələrinin içərisində Qədir gecəsi vardır. Və Zilhiccə ayının günləri isə daha əfsəldir. Çünki orada Arafa vardır, Tərviyə günü vardır, yəni 8-ci gün Tərviyə günüdür. Və həmçinin Nəhr günü, yəni Qurban bayramı günü vardır, Qurban günü vardır. Və həmçinin faydalardan, bu 10 gündə müxtəlif növ əzəmətli ibadətlər cəm olur. Hansı ki, digər günlərdə o cəm olmur. Onlardan həcdir, qurbandır. Yəni həc, qurban, yəni bu Zilhiccədə olur. Və əlavə də olaraq namaz, oruc və sədəqə. Və 10 günün fəzilətinə dair dəlillərdən Allah Teala onun fəzilətli gecələrinə and içmişdir. Vəl fəcri və ləyalin aşr. And olsun fəcrə və and olsun 10 gecəyə. Və 10 gecə deyildiyi zaman Zilhiccə nəzərdə tutulur. Necə ki, bir çox təfsir alimlərin cümhuru bu görüşdədir. Və həmçinin bu 10 günün fəzilətinə aiddir ki, bu 10 gün bəlli günlər, mübarək günlərdir. Allah Teala orada zikri buyurmuş, yəni xüsusən də heyvanları kəsərkən Allahın adını çəkməyi, liyəşhədu mənafi'ə ləhum, onlar öz mənfəətlərinə şahid olsunlar və yəzkurusmallahi fi əyyəmin ma'lumatin alə mə razaqahum min bəhimətil ən'am, və bəlli günlərdə Allahın adını çəksinlər, Allah Teala'nın onlara bəxş etdiyi mal-qaranı kəsdikləri zaman. Və bəlli günlər deyildiyi zaman burada nəzərdə tutulan Zilhiccənin 10 günüdür. Təfsir alimlərinin çoxuna görə. Və həmçinin bura aiddir, fəzilətinə aiddir. 10 gün bəlli ayların, o həc aylarının sonuna düşür. Hansı ki Allah Teala buyurur, Əl-həccu əşhurun mə'lumət. Həc bilinən bəlli aylardır. Yəni Şəvval ayı, Zülqadə ayı və bir də Zülhiccənin ilk 10 günü. Və həmçinin bu 10 günün fəzilətinə də aid burada Arafa günü vardır. Hansı ki o gündə Allah Teala dini tamamlamışdır. Müsəlmanlara olan niməti tamamlamışdır. Necə ki buyurur, Əl-yevmə əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti və raditu ləkumul İsləmə dinə. Bugün sizin üçün dini mükəmməl etdim və sizə olan nimətimi tamamladım və sizin üçün İslam dinini razı qaldım, bəyəndim, seçdim. Və həmçinin bu 10 günün fəzilətinə bu dəlillərdən odur ki, bu günlərdə Nəhr günü, qurban kəsmə günü vardır. Hansı ki o Həccül Əkbar, böyük həc günü adlanır. Və Allah qatında günlərin ən əzəmətlisidir. Necə ki hədisdə gəlmişdir. İnnə a'zaməl əyyəm indallahi təbarəkə və teala yevmun nəhri thummə yevmul qarri. Allah qatında günlərin ən əzəmətlisi Nəhr günüdür. Nəhr qurban kəsməyə deyilir. Sonra qar günüdür. Qar günü, yəni nəzərdə tutulan bayramdan sonraki Minada qalan günlər nəzərdə tutulur. Nəyə görə qar adlanmışdır? Çünki insanlar o günlərdə Minada qərar tuturlar. Yəni artıq bayram tavafını etdikdən sonra, qurbanı kəsdikdən sonra orada artıq istirahət edirlər.
Və bu 10 gündə edilən salih əməllər digər günlərdə edilən salih əməllərdən daha əfsəldir. Və digər yerlərdə olanlar üçün zamanın şərəfli olmasına görə və həcdə olanlar üçün isə həm zamanın və həmçinin də məkanın, yerin də şərəfli olmasına görədir. Yəni sələflər yəni bu 10 gündə müxtəlif növ, müxtəlif cür ibadətlərə həris olardılar və bu 10 günü olduqca təzim edərdilər. Yəni bu 10 günün hörmətini saxlayar, hörmətini qoruyardılar. Yəni təzim etməklə necə olur? Dəyərləndirməklə olur. Yəni onu günlərin hər anını, hər vaxtını faydalı keçirməyə çalışmaqla olur. Səid ibn Cübeyr rahimehullah 10 gün daxil olduğu zaman yəni o qədər çalışardı ki, artıq taqəti qalmazdı. Və həmçinin o günün 10 günün gecələrini də ibadətə həvəsləndirərək buyurardı ki, la tutfi'u surucakum layaliyal ashr. Yəni 10 günün gecələrində çıraqlarınızı söndürməyin. Abu Osman Ən-Nəhdi rahimehullah deyir ki, kanu yu'azzimuna 13 onlar 3 onu təzim edərdilər. 3 onu Ramazan ayının son 10 gününü, Zilhiccənin ilk 10 gününü və həmçinin Muharram ayının ilk 10 gününü. Və həmçinin faydalarına gərək müsəlman bu 10 günü faydalanmağa həris olsun, tələssin, ibadətlə, salih əməllərlə və vaxtını ibtaət və Allaha yaxınlaşdıran əməllərlə, ibadətlərlə təmir etməklə, abadlaşdırmaqla. Və təəccüblü olan, qəribə olan orasıdır ki, Ramazanda insan ciddi çalışır, insan özündə də bunu hiss edir, ibadət, itaat. Sonra isə bu günlər gəldiyi zaman bu günlərdə müəyyən tənbəllik, yorğunluq hasil olur. Halbuki bu 10 gün Ramazanın 10 günündən, son 10 gündən daha əfsəldir və burada edilən əməllər Allaha daha sevimli və Allah qatında daha əfsəldir. Və həmçinin faydalardan insan diqqətli olmalı. Bu 10 günü yəni boş keçirməməli, zay etməkdən həzər etməlidir, çəkinməlidir. Dedikoduda keçirməkdən və yaxud da boş şeylərə baxmaqdan, sosial şəbəkələrdə vaxtını keçirməkdən həzər etməli. Çünki bu mövsüm qənimət mövsümüdür və elə bir fürsətdir ki, əvəz olunmayan bir fürsətdir. Və həmçinin faydalardan bu 10 gündə ən əfsəl əməllərdən qəbul olunan həcdir. Necə ki, hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əl-həccül məbrur leysə ləhu cəzaun illəl cənnə. Qəbul olunan həccin mükafatı yalnız cənnətdir və xüsusən də fərz olan həcc və insan onu daha kamil formada yerinə yetirməyə çalışmalı və həmçinin vacibləri yerinə yetirərək haramlardan çəkinməli və əlavədə olaraq insanlara yaxşılıq etməsi, salam vermək, yemək yedirmək və həmçinin orada həcdə yəni zikri çoxaltmaq və qurban kəsmək, təlbiyəni səslə demək. Necə ki, hədisdə də gəlir ki, ən əfsəl həcc əl-əccu və thəccu, qurban kəsilən və həmçinin yüksək səslə təlbiyə gətirilən həcdir. Və həmçinin bu 10 gündə müstəhəbdir ki, çoxlu insan yəni Allahı zikr eləsin. Bütün hallarında ayaq üstə olarkən, oturduğu zaman, uzandığı zaman, minikdə olduğu zaman, yeriyərək getdiyi zaman. Və həmçinin La ilahə illallah, Allahu Ekber, Elhamdülillah zikrini insan çoxaltmağa çalışmalı. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Fəəkthiru fihinnə minət təhlili və təkbir və təhmid. Yəni bu günlərdə
La ilahe illallah, Allahu Ekber ve elhamdülillah zikrini çoxaltsınlar, çoxaldın. Və həmçinin təkbir Subhanallah ilə yanaşı, yəni Subhanallah, elhamdülillah və la ilahe illallah və Allahu Ekber zikrini çoxaltmaq. Çünki bu zikir Əl-Bəqiyatus Salihat, savabı axirətə qalan əməllərdən sayılır və həmçinin cənnətin əkinidir və Allaha ən sevimli kəlamdır və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm üçün də üzərinə günəşin doğduğu hər şeydən daha sevimlidir və bu günlərdə insan uca səslə bu zikirləri etməsi, oturduğu zaman, ayaqüstü olduğu zaman və minikdə olduğu zaman və yeriyərək getdiyi zaman evlərdə, küçələrdə, məscidlərdə, yollarda, bazarlarda və həmçinin iş yerlərində belə.